Xeyir, bugün DİM 20 sınaq 9-cu sinif ikinci sınağı, mövzu sınağını izləyirəm. Birinci sualdan başlayaq. Deyir ki, x bölünsün 3 bərabərdir y bölünsün 4 bərabərdir z böl 5. Buradan görsənir ki, x bərabərdir 3k, y bərabərdir 4k, z də bərabərdir 5k'dır. Bizə deyir ki, 2x çıxılsın, y üstəgələnsin, z bərabərdir 21. X-in yerinə yazacağım 3k, x-in yerinə yazacağım 3k, y-in yerinə 4k, z-in yerinə isə 5k bərabərdir 21. 7k bərabərdir 21, k da bərabərdir 3. K 3 olarsa, onda 3'ü 3'ə vururam 9, 4'ü 3'ə vururam 12, 5'i 3'ə vururam 15. Bizə deyir ki, y tapın. Cavab oldu 12, C variantı. Keçirəm ikinci suala. Deyir ki, A böl B üstəgələnsin B böl A bərabərdir 5. Mən ortaq məxrəc gətirirəm. Bilirsiniz ki, ortaq məxrəc gətirəndə bunu A-ya, bu isə B-yə vurmalıyam. Onda bizim misalımız olacaq. A kvadratı üstəgələnsin B kvadratı, məxrəc də AB-dir. Bərabərdir 5. Onda A kvadratı plus B kvadratı nəyə bərabər oldu? 5AB-yə. Bu bildik. İndi isə keçirik ifadəmizi açaq. A plus B-nin kvadratı üstəgələnsin A çıxılsın B-nin kvadratı bölünsün 4AB bərabərdir. Açıram A kvadratı plus 2AB üstəgələnsin B-nin kvadratı üstəgələnsin A-nın kvadratı çıxılsın 2AB plus B-nin kvadratı məxrəci isə yazıram 4AB bərabərdir. Şunlar, müsbət 2AB ilə mənfi 2AB gedir. Qalır 2A-nın kvadratı plus 2B-nin kvadratı böl 4AB bərabərdir. Buradan 2'ni çıxartsam, qalacaq A kvadratı plus B kvadratı böl 4AB. Bundan bu getdi, qaldı burada 2. Qaldı bizim misalımız bu cür. Baxın, bizim misalımız oldu bu cür. İndi mən axı yuxarıda A kvadratı plus B kvadratını 5AB tapmışam. Yerinə qoyacağım, yazacağım 5AB bölünsün 2AB. AB-lər getdi, cavab oldu 2,5 C variantı. Keçirəm üçüncü suala. X-in kubu çıx 1, x-in kvadratı plus x plus 1 deməli vurulsun. X-in kvadratı çıxılsın. Misal köçürürəm birinci, ilk növbədə. Deməli uşaqlar, mən baxıram ki, birinci hamısını atacağım. Bu x çıxılsın 1, bax bu ifadə. Deməli, x çıxılsın 1, x-in müxtəlif tuturudur uşaqlar. A kubu çıx B kubu kimi. Açıram. Sonra bunu yazıram. Bu görürsünüz ki, x çıxılsın 1'in kvadratıdır. Çünki ortada 2 var. Bu da olduğu kimi yazıram. İndi uşaqlar, ixtisarımız gedək. Baxın. Bu ikisi ilə bunun ikisi getdi, qaldı burada x çıx 1. Bununla bu getdi, bununla da bu getdi. Yerdə nə qaldı? Cavab 1. Yəni bizim cavabımız oldu D variantı. Keçirəm indi 4-cü suala. Deyir, sinifdə şagirdlərin 60% qızdır. Mən sinifdə şagirdlərin sayını bilmirəm, x-dir. X-dir, qızlar 60%-si, onda 0,6 x qızdır. Sinifə əlavə 10 qız gəlib. Əlavə 10 qız gəlib. Deməli, 0,6 x idi, 10 qız da gəldi. Gələndən sonra şagirdlərin, yəni x-in 68%-i oldu qız. Gəlin biz bunu həll edək. Üstə gəlsin 10 bərabərdir. Buraya yazıram 0,68x. Şu olacaq, hər tərəfi 100'ə vuraq. 100'ə vursaq nə olar? Əslində 100'ə vurmaya da bilərik. Məncə 100'ə vuraq. 100'ə vursaq, yaxşı. İstəyirəm 10'luq kəsir alınmasın. Əgər kimsə istəmirsə, nəyə görə mən 100'ə vuram? Çünki bu 10'da 6x-dir. Bu isə %68-dir. Hər tərəfi 100'ə vursam, olacaq burada 60x üstə gələnsin 100 bərabərdir 68x. Buradan da 8x bərabərdir 100, x də bərabərdir 4'ə bölsəm 25 böl 2 deməli. Bir dəqiqə, burada mən nəyə səvədə? İndi isə baxaq 4-cü suala. Burada deyir ki, sinifdə x qədər uşaq var. Qızlar 60%-idir. Yəni 0,6 x qızdır.
Deyir, əgər sinifə 10 qız gələrsə, şunlar sinifə 10 qız gəlsə, olacaq x plus 10. Qızların da sayı 10 vahid artacaq. Yəni, ümumi nə qədər uşaq oldu? Baxın, 10 nəfər gələndən sonra x plus 10 oldu. Bu da oldu 0,6 x plus 10. Qızların sayı. Deyir, qızların sayı olacaq 68%. Başqa cür gəlmə belə yazaq. Bərabərdir %68. İndi isə mən bu ixtisar eləyəcəm 4-ə. Bu olacaq 17, bu da olacaq 25. Çarpaz vuraq. Çarpaz vursaq olacaq, deməli, 15x üstə gəlinsin 250 bərabərdir 17x plus 170. 2x bərabərdir 80. X də bərabərdir 40. Deməli, əvvəlcə 40 uşaq olub. Keçdik 5-ci sualı. 48 ədədinin 25%-ni tapın. Bununla bu gedir. 4 qalır burada. Bu da cavab verir 12. A variantı. 6-cı sual. Burada B bölü C bərabərdir 5-də 4. A bölü B bərabərdir 3 bölü 2-dir. Görürsünüz. İndi uşaqlar, burada eyni olan B-lərdir. Burada B 2-dir, burada B 4-dür. Baxın. Burada B 4-dür, burada B 2-dir. Axı, bunların ikisi də eyni olmalıdır. Ona görə mən bu bilən 2-yə vururam ki, bu da olacaq 4-də 6. Yəni, olacaq B bərabərdir 4K. Yəni, bax, B'lər bərabərləşdi. 4, 4. B bərabərdir 4K. A bərabərdir 6K. C də bərabərdir 5K. Bizə deyir ki, 2A çıx B çıx C bərabərdir 12. Yəni, 2 vur 6K çıx 4K çıx 5K bərabərdir 12. Bu da eləyəcək bizə, deməli, 3K. K da bərabərdir 4. K 4 olarsa bu 16, 24, bu da 20. Bizdən C-ni soruşur, cavab olacaq 20, Y variantı. 7-ci sual. Deməli, arpa 80 dərəcədir. Çəltik 70 dərəcədir. Buğda 120 dərəcədir. Bizdən yoncanı soruşur. Birinci dərəcə tapmalıyıq. Yoncanın əsasında ümumi bu 360 olmalıdır cəm. Onda mən toplayaram 150, 270, onda bura 90 dərəcəymiş. Yonca 90 dərəcə olduğunu tapdıq. Bizə deyir ki, yonca ümumi sahanın neçə hissəsidir? Ümumi 360 dərəcədir. Cavab 4də 1 hissəsi D variantı. 8-ci sual. A kvadratı çıxılsın B kvadratı plus 6A plus 9 böl A kvadratı plus 3A plus 3B çıx B'nin kvadratı çıx A plus B. Deməli, uşaqlar, bizə deyir ki, bu ifadəni sadələşdirin. Bərabərdir. Sadələşdirək. Mən buradan görürəm ki, bu A kvadratı plus 6A plus 9, baxın, çıx B kvadratı, yerlərini dəyişdim. Düzdürmü? B kvadratı ilə mənfi B kvadratını gətirdim, qoydum bu tərəfə. Şöyle, bu mənə verir. Bu mənə verir A plus 3-ün kvadratı çıx müxtəsər monstrudur. Bəs bu mənə verəcək. Bu mənə verəcək A plus 3 çıx B. A plus 3 üstə gəlinsin B. Baxın, bu mənə bunu verdi. Bu mənə bunu verdi. Aha. İndi isə keçirəm məxrəcə. Məxrəc də A kvadratı plus 3A plus 3B çıx B kvadrat deyil. Burada mən bunu gətirirəm bu tərəfə. Yenə yazıram A kvadratı çıx B kvadratı plus 3A plus 3B. Bu da mənə verəcək. Bu da mənə verəcək A çıx B. Buradan da 3 çıxatsam mötərizənin xaricində. Baxın. Burada A plus B'lər eyni oldu. Eyni oldusa onda mən yazaram A plus B. Yerdə qalanları yazıram ayrı mötərizəyə. Bu da mənim oldu. Bu da mənim oldu uşaqlar. Məxrəcim. Bu oldu mənim məxrəcim. İndi isə bunları birləşdirirəm. Yazıram ki, A üstə gəl. Bəs buradan yazaq. A üstə gəl 3 çıx B. A üstə gəl 3 üstə gəlinsin B. A plus B. Bu da A çıx B plus 3. Çıx 3 böl A plus B. Misalımız oldu. Baxın bu cür. Aha. İndi ixtisarlarımız gedək. Bununla bu gedir. Yerinə qalacaq. Qalacaq A üstə gəlinsin 3 üstə gəlinsin B.
Məxrəclər bərabər olduğuna görə surətləri həll edə bilərik. Müsbət üstdən mənfi 3 getdi. Yuxarıda qaldı A plus B bölünsün A plus B. Cavab da oldu 1. Deməli, cavab oldu C variantı. Keçirəm indi 9-cu suala. 9-cu sualda deməli 9-cu sual deyir ki, x-in kubu plus x-in kvadratı çıx 2 bərabərdir. Deməli, mən burada nə edəcəm? Burada yazıram x-in kubu plus 2x-in kvadratı çıx x-in kvadratı çıx 2 bərabərdir. Buradan yazıram x-in kubu çıxılsın x-in kvadratı. Yerləri dəyişirəm. Baxın, buna yerlərini dəyişirəm. 2x-in kvadratı çıx 2. Mən burada nə edirəm? Buradan x-in kvadratını çıxartsam qalacaq x çıx 1. Bax, bu ikisindən. Burada isə 2-ni çıxartsam qalacaq x-in kvadratı çıx 1. Vurğuları ayırıram. Yazsam x-in kvadratı x çıx 1. Ben buna vurğuları ayırsam olacaq x çıx 1. X müxtəsər modsudur uşaqlar. A kvadrat çıx 1 kvadrat. İndi bizdə eyni olan hansıdır? X çıx 1'lər. Yazsam x çıx 1. Yerdə qalan nə qaldı? Qaldı x-in kvadratı yenilsin. Bax, bu yazdım. 2 vur x plus 1. 2 vur x plus 1 nə deməkdir? 2x plus 1 deməkdir. Bu da mənə nə verir? Bu da mənə verəcək x-in kvadratı, yəni mənə verəcək. Bu mənə verəcək x plus 1'in kvadratı. Yox, üzr istəyirəm, bu 2'dir. Mənə heç nə vermir. Bu mənə heç nə vermir. 2'dir. 2'ni x'ə, 2'ni 1'ə vuranda 2x plus 2 olacaq. Bu da qalacaq bu cür. 2x üstə gəlinsin 2. Bitdi. Bizə nə soruşur? Bizə soruşur ki, aşağısının hansı vurğularıdır? Y variantı. Cavab Y. Cavab Y. Keçdik 10-cu suala. 10-cu sual deyir ki, n plus 2 çıxılsın 4 vur 5 üstü n. 5 üstü n çıx 1 üstə gəlsin 4 vur 5 üstü n. Mən 5 üstü n-i çıxarsam mötərizənin xaricinə nə qalacaq? Qalacaq 5'in kvadratı çıx 4. Burada isə 5 üstü n-i çıxarsam qalacaq 5 üstü mənfi 1 plus 4 bərabərdir. 5 üstü n-lər getdi. Qaldı 25 çıx 4. 5 üstü mənfi nə deməkdir uşaqlar? 1 bölü 5 deməkdir, düzdür? Bu da bizə verəcək 4 tam 5'də 1. Bu da 21 bölünsün 5'də 21 olduğuna görə biz belə yaza bilərik. Daha aydın başa düşəsiz deyə. Bilirsiniz ki, vuranda, böləndə birinci tərəf olduğu kimi qalır. İkinci tərəf yerini dəyişdi. 5'də 21 oldu, 21'də 5 və ixtisar getdi. Cavab oldu 5. B variantı. Keçirəm 11-ci suala. Hansı ifadə yanlışdır? Kvadratın tərəfi ilə perimetri düzmüdür. Kvadratın tərəfi P bərabərdir 4A-ya. Bəli, perimetri tərəfi düz mütənasibi doğrudur. Düz tərs mütənasibi nə deməkdir? Məsələn deyirəm, A bərabərdir B bölü C. A ilə C tərsdir. Baxın, tərs. Çünki biri məxrəcədir, biri surətdə. Biri surət bir məxrəcdə onun tərsdir. Amma A ilə B düzdür. Düz istəmdə. A ilə B isə düz mütənasibdir. Bəs B ilə C nədir? Olar. C yuxarı qalxsa AC olacaq. Yəni olacaq AC bərabərdir B. Buradan da görsənir ki, elə C ilə B ilə nədir? Düz mütənasibdir. Biz bunu hardan bilirik? Y bərabərdir KX-dən. Y-dən X düz mütənasibdir. Baxın. Amma Y bərabərdir K bölü X-də tərs mütənasibdir. Y-dən X. Ona görə burada P ilə A ikisi də surətli olduğuna görə düz mütənasibdir. Keçirəm B-yə. D çevirən uzunluğu tutur. C bərabərdir 2πr. Bu da düz mütənasibdir. Doğrudur. Uzunluğu ilə radiusu. Tənasibin orta hədləri kənar hədlərinin hasilinə bərabərdir. Bəli. Deməli, tənasibin necədir qaydamız? A bölü B bərabərdir C bölü D. Orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Bu da doğrudur. C variantı doğrudur. Keçirəm D variantına. Deyir, bərabərlik doğrudur. Yoxlayaq. Deyir ki, bəli, uşaqlar, bu qaydadır, doğrudur. A plus C bərabərdir K, B plus D bərabərdir 1. Niyə? Çünki bu bərabərlikdə, hansı ki bu qaydadır da, yəni bizim qaydamız əsasən bərabərdir K olanda bu şərt doğrudur. Yəni, bunun özü bir qaydadır.
Bunun özü bir qaydadır. Y də doğrudur, amma Y səhvdir. Y yanlışdır. Cavab olacaq Y variantı. Yeni rəqəm də qoyub baxmaq olar. D variantını daha da ispat etmək üçün. Məsələn, 6 bölü 2 3 eləyir. 9 bölü 3 3 eləyir. K oldu 3. Yerinə qoysam 6 plus 9, 2 plus 3, 15 bölü 5 bərabərdir 3. Həqiqətən də doğrudur. D variantı gördünüz. Amma Y variantında gəlin baxaq. Yenə 6 bölü 2 bərabərdir. Bunu baxsaq. 6 vur 9, 2 vur 3 bərabərdir. Bu da cavab 9 edir. Yəni şərt ödənmir. Bizim də K-mızı 3 tap. Burada 3 idi. Y variantıdır cavab. 12-ci sual. X-in kvadratı çıxılsın 2x y plus y-in kvadratı plus 10x çıxılsın 10y plus 25 bərabərdir 0. Bu bizə nə verir? Bu bizə verir x çıxılsın y-in kvadratı. Burada da onu çıxartsam. Şöyle bir əvəzləmə aparaq. Gəlin x çıxılsın y bir t əvəzləməsi. Olacaq t-nin kvadratı plus 10t plus 25 bərabərdir 0. Bu isə bizə verdi müxtəsər usulü t plus 5-in kvadratı. Onda t plus 5 bərabərdir 0. T nəyə bərabərdir? Mənfi 5-ə. Onda bizim x çıxılsın y-imiz bərabər imiş mənfi 5-ə. Bizim də bu soruşurdu. Cavab A variantı. 13-cü sual. A plus 2b bölünsün A çıx B. Tənasüb qursaq. Olacaq 2A çıxılsın 5A. Mənfi 3A bərabərdir mənfi 9B. Biz bunu tapdıq. İndi bizdən A bölü B-ni soruşur. A bölü B-ni soruşursa A-nın yerinə 3B yazaram. Cavab edir 3. D variantı. 14-cü sual. 2 üstü x bərabərdir 5. 2 üstündə 2x plus 1. Bunu tapın. Şolar. Birinci 2 üstündə 2x. Bu vur 2 deməkdir. Bizdən bunu soruşur. Mən də 2 üstü x-i 5 verib. Mən də ətrafı kvadratı yüksətsəm. Olacaq 2 üstü 2x bərabərdir 25. Onda biz bunu yenə 25 yazsaq, 25-i 2-yə vuranda cavab necə eləyəcək? 50 A variantı. 15-ci sual. Deməli 3x çıx 11, x-in kvadratı plus 2x çıx 3. Deməli bərabərdir. Biz birinci nə etməliyik? Biz birinci sağ tərəfi vurub açacaq. Necə? Buranı həll edəcəyik. Yəni yazacağam A vur x üstə gəlinsin 3 böl. Ortaq məxrəc x çıx 1 x plus 3. Üstə gəlinsin B vur x çıxılsın 1. Bunu atsam olacaq AX üstə gəlinsin 3A. Üstə gəlinsin BX çıx B. Buradan da x-i yazsam bu cür. Gəlin mən tam aydın aşağı yazmaq istəyirəm ki, başa düşəsiz. Baxın, misalı bu cür davam elətdirirəm. X-i buradan çıxarsam olacaq A plus B. Bizə də şərtdə verib ki, 3x çıx 11 bölünsün x-in kvadratı plus 2x çıx 3. Yəni bunlar eynidir. Bunlar getdi. İndi uşaqlar x-in əmsalı burada nədir? 3-dür. Baxın. Burada A plus B. A plus B nəyə bərabərdir? 3-ə. Mənfi 11 nəyə bərabərdir? Mənfi 11. Toplasam 6-6. Yox, mənfi 8. Onda A da bərabərdir mənfi 2. A mənfi 2-dir. A mənfi 2 olarsa, onda 5-də olub, bu da olacaq 5. Elə bizdən uşaqlar A plus B-ni soruşur, elə cavab 3-dür də. Cavab D variantı. 16-cı sual. Ardıcıl 7 natural ədədin ədədi ortası. Ardıcıl 7 natural ədədin ədədi ortası. Gəlin biz buna yazaq x 1 Aha.
Totası olacaq nə? 7 bərabərdir 5-ə. Neçə dənə x var uşaqlar burada? 7 dənə. Topladıq. 7x üstə gəlsin. 1, 2, 3, 6, 10, 15, 21. 21 bərabərdir 35. 35-dən 21 çıxan neçə eləyəcək? 14. Onda x də bərabərdir 2. Ən böyük və ən kiçik həndəsə ortası. Ən kiçik 2-dir, ən böyük 8-dir. Həndəsə orta nə deməkdir? Kök altında hasili. 4. 17. 3x çıx y bərabərdir 5. Bizdən soruşur 9x-in kvadratı plus y-in kvadratı. Birinci gəlin biz bunu kvadratda yüksəldik. Kvadratda yüksəlsəm nə olacaq? Olacaq 9x-in kvadratı çıxılsın 6xy bərabərdir 25-ə. 9x-in kvadratının y-in kvadratının cəmini soruşur bizdən. Yazıram. Burada x-y mənə 1 verib. Çıx 6. 25-in üstünün altı neçə eləyir? 31. Cavab oldu 31. Keçdik 18-ci sualı. Deyir düzbucaqlının enini 25% artır. A idi, 25% artdı. Olacaq nə? 100 idi, oldu 125. 1 tam 125 A oldu. Enində burada bilmirik də B vurur 2 etdik. Çünki uzunluğu neçə faiz azaltsaq bilmirəm. Amma əvvəl baxın, fikir verin. Fərz eləyək indi. Əvvəl fərz eləyək ki, bura A idi, bura B idi. Bunun sahəsi nə idi? AB. Bəs indi sahəsi nə oldu? İndi sahəsi olub 1 tam %25 A, B, X. X-ləri bilmir, tapmalıyıq. Deyir, sahə dəyişməsin. Aha. Sahə dəyişməsin deyirsə, onda 1 tam %25 A, B, X bərabər olmalıdır AB. AB-lər getdi. Onda X də bərabərdir. Bu nə deməkdir? %125 deməkdir. Onda 100-ü bölərəm 125-ə. Bu da eləyəcək 4 böl 5, yəni 0,8. Deməli, bizim x-imiz nə imiş? 0,8 imiş. Bu nə deməkdir? Neçə faiz? Bu neçə faiz seviyyə nə olacaq? Olacaq 80%. Deməli, 100 imiş, olub 80%. Neçə faiz dəyişdi? 20% azaldı. Azaltmaq lazımdır uzunluğu. Keçdik 19-cu suala. 8-in kubu. 8-in kubu nə deməkdir? 8 2-nin kubudur. Bizə ən kiçiyini çıxartırıq həmişə mötərizə xaricinə. 7 çıxsa nə qalacaq? Qalacaq 2-nin kvadratı plus 1. Yəni 2 üstündə 7 vur 5. Bizə deyir ki, 25%-ni tapın. 2 üstü 7 vurulsun 5. 25%-i %25 deməkdir. İxtisar geçsək, burada qalacaq 4, burada 1. Bu isə o deməkdir ki, 2 üstü 7 vur 5 bölünsün 2-nin kvadratı. Bu da olacaq bizə 2 üstü 5 vur 5. Yəni 2 üstü 5-in deməkdir 32. 32-də 5-ə vuranda cavab olacaq 160. Keçirəm 20-ci sualı. 2023 kub çıx 1. 2023-ün kvadratı plus 2000. Şolar, biz bunu nə edəcəyik? Biz bunu deməli, mən bunu atsam, olacaq 2023 çıx 1. Müxtər mosu kimi açıram. 2023-ün kvadratı plus 2023 üstəgəl 1. Şolar, burada mən baxıram ki, 23-ün kvadratı elə 2024 deyil, burada da toplayanda 2024 edir. Bununla bu getdi. Oldu 2022 cavabımız. Keçirəm 21-ci sualı. Deyir ki, A çıxılsın 4B'nin kvadratı plus 6A çıx 12B A çıx 2B. Mən bunu yenə vurğulara ayırıram. A çıx 2B A üstəgəl 2B 6 vurulsun A çıxılsın 2B. Burada eyni nədir? Eyni olan. A çıx 2B-dir. A çıx 2B-ni çıxatsam mötərizənin xaricinə nə qalacaq? Qalacaq A üstə gəlsin 2B üstə gəlsin 6. Cavab olacaq. A.
Bu bizim cavabımız 21-ci sual. Keçdik 22-ci suala. Traktorun ön və arxa təkərlərinin radiusları bizim olsun traktorumuz. Fərz edirik. Deyir ön və arxa təkərlərinin radiusu. Buna deyək arxa. Buna deyək ön. Arxanın radiusu x-dir. Öndəkinin radiusu 3x-dir. Deyək ki, radiusların nisbəti budur. Deməli, üzr istəyirəm. Üzr istəyirəm. Burada ön və arxa təkər deyil. Birinci ön sözü gəlib də. Ön böl arxa bərabərdir 1/3. Ön 1 olmalıdır. Ön 1 olmalıdır. Eyb yox, bu yerlərini dəyişim bunları. Çünki şəkliyə çəkmişim ki, bu olsun ön, burada olsun arxa. Aha. Deyir ki, 24 metr yol gedən traktorun ön təkəri arxa təkərindən 20 vahid çox dövr etmişdir. Deməli, 24 metr yol gedibsə, biz birinci bu çevrənin uzunluğunu tapaq. Bu çevrənin uzunluğu 2πr, yəni 2π vur x-dir. Bu çevrənin uzunluğu isə 2π vur 3x-dir. Bu oldu 6πx, bu oldu 2πx. İndi neynirəm? Deməli, 24π'ni necə dövr etdiyini baxmaq üçün 24π'ni deməli 24π'ni böləcəm 2πx-ə. Bu oldu ön təkərin etdiyi dövr. Arxa təkərin etdiyi dövr 24π bölünsün 6πx-dir. Çevrənin uzunluğuna bölürəm. Görün neçə dəfə dövr edib. Amma deyir ki, ön təkəri arxa təkərindən 20 vahid çox. Ön təkəri arxa təkərindən, arxa təkərində budur. Bundan 20 vahid çox dövr edib. Aha, indi biz deyirik. Bu olacaq p'lər getdi, bu oldu 12/x. Buradan da p'lər getdi, bu da oldu 4/x. Bərabərdir, üstə gəlsin 20. 12/x çıxılsın 4/x bərabərdir 20. Bu bizə verdi 8/x bərabərdir 20. X də bərabərdir. Deməli oldu 8 bölünsün 20. Yəni 14 bərabərdir 0,4. Bizdən arxa təkərin radiusu istəyir. Arxa təkərdə 3x-dir. 3-ü də vuraram 0,4-ə. Cavab eləyəcək 1,2. Bu oldu bizim cavabımız. Keçirəm 23-cü sualı. Deyir ki, ax üstə gəlsin 3. Ax çıxılsın b bərabərdir 9x-in kvadratı plus 15x plus 6. Gəlin müxtəsər modusundan gedək. Müxtəsər modusundan getsəm olacaq 225. Diskriminant bərabərdir 225. Çıxılsın 4 vur 9 vur 6. 54-ü 4-ə vursaq 54-ü 4-ə vursaq 216. Aha. Deməli, 225-dən də 216 çıxsaq, 225-dən 216 çıxsaq, bu da bizə 9 verəcək. Deməli, bizim diskriminantımız oldu 9. x1, x2 bərabərdir. Mənfi 15, müsbət mənfi 3/18. Bu da oldu bizdə. Biri oldu mənfi 1, bir də oldu mənfi 12/18. 6-ya bölsəm mənfi 3-də 2. Bizim düsturumuza görə A vur x çıx x1, x çıx x2 düsturuna görə A'mız bizə nədir? 9. 9 vurulsun. X üstə gələnsin 1, x üstə gələnsin 3-də 2. Deməli belə. Bu da bərabərdir. Mən 9-u şalacəti vururum buna. Bu da olacaq x plus 1. 9-u vursam olacaq 9x plus 6. Bu da belə. İndi bizdən nə soruşur? Deyir, bu da bərabərdir. Ax üstə gələnsin 3. Ax çıx b-yə. Aha. İndi şolar, mən də görürüm ki, burada ax üstə gələnsin 3 yazıb. Mən neyəcəm indi? Mən burada deməli uşaqlar, gəlin biləyək. Biz buradan 3-ü çıxardaq. 3-ü çıxartsaq, olacaq x plus 1. 3-ü çıxartdım. Burada qalacaq 3x plus 2.
Gəlin belə eləyək. Burada da qalsın 3x plus 2. Gəl bu 3'ü vuraq bura. Onda olacaq 3x plus 3. Aha. Bu belə. İndi yenə bərabərliyi yazaq. Görək uyğun gəldimi? Bəli, indi biraz uyğun gəldi. İndi bizdə ax-lər ikisi də bərabərdir. Görürsünüz də. Deməli ax bərabərdir 3x-ə. Onda a bərabər imiş 3-ə. Bu tapdıq. Burada isə müsbət 2 mənfi b. Yəni b də bərabərdir mənfi 2. Bizim də cəmin soruşur cavab 1. 24-cü sual. İşçi sayı ilə deməli bir işin görülməsinə sərf olunan zaman arası test mütazimi qrafik əsasən eni tapın. Aha, deməli yazaq 27. Baxın 27 qrafikini göstərəndə 27 n. Yəni 27 günə n dənə işçi işləyir. 6 günə 4 n plus 2 işçi işləyir. Test mütasibliyə əsasən biz 27-ni nə, 6-nı isə 4n plus 2'ye vuraq. Yəni yazaq 27n bərabərdir 2. Bu da olacaq 27n bərabərdir 24n. 3n bərabərdir 12. N də bərabərdir 4'ə. Bizdən n-i soruşur, cavab 4. 25-ci sual. Eylerven diaqramında uşaqlar görürsünüz ki, deməli, çox ədlinin vurğularını. Deməli, nə deməliyik? Biz birinci vurğularını ayırmalıyıq. Buraya yazıram px. Gəlin aşağıda sadələşdirək. Bir terimə görə görürəm 9 dəfə 4 36 eləyir. 9 mənfi 4. Mənfi 36 eləyir. Cəmidə müsbət 5 eləyir. Deməli, bu x çıxılsın 9, x plus 4 imiş. Sonra qx-ə keçirəm. X-in kvadratı plus 7x plus 12. Görürəm 12 4-lə 3-ün hasilidir. Cəmidə 7-dir. Amma işarələrə diqqət eləməliyəm. Burada cəm mənfi 7 olmalıydı. Cəm. Aydındır. Mənfi 7. Deməli, ikisi də mənfi imiş. Mənfi 4, mənfi 3-ün hasili müsbət 12-dir. Deməli, burada olacaq x üstə gəlinsin 4, x üstə gəlinsin 3. Deməli, bu ikisindən də ortaq vuruq nə oldu? X plus 4. Px-də qaldı x çıx 9, qx-də qaldı x plus 3. Bitdi. Baxdığınız üçün çox sağ olun, təşəkkür edirəm.